أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله وحده والصلاة والسلام على من لا نبي بعد أما بعد. Selamun Aleyküm ve Rahmetullah ve Berekatuhu. Elhamdülillah biz Yezid ibn Muaviyə barədə hicrətin 60-dan 64-cü ilinəcən, yəni Yezidin xilafəti vaxtı olan hadisələrə toxunuruq və birinci kitabın əvvəllərində biz Yezid barədə ümumən məlumat verdik. Çünki bu şəxs xüsusən biz tərəflərdə məlumdur ki, müəyyən səbəbə görə müəyyən tərəflər yəni ona qarşı çox həddindən artıq ifrata varmış qədər mövqe tutublar. Hətta Allah'ı zikir etməkdənsə onu zikir edirlər. Məsələn, bəzi avamların arasında biz bunun şahidi olduq. Görürük ki, düzdür, qabaqlar laf çox idi, lakin haqq gəldikcə, elm gəldikcə, savad gəldikcə artıq azalır, lakin var. Məsələn, su içib qutarandan sonra əlhamdülillah deməkdənsə Yezdlilərinə toxuyurdular. Bunlar hamısı uydurmuş, yalan məlumatlar əsasında qurulmuş əqidədir. Bəli, Yezid şəxs kimi xilafəti vaxtı zülmü olub və İbn-i Teymiyyə onu zalim kimi vəsf eləyir. Amma o kafir deyildi. Yəni kafir deyildi o. Və neynib qiyamət günüzü cavab verəcək? Bəli, amma biz durub bu şəxsin üzərində dayanmaq, Allah'ı zikrin yerinə onu zikr eləmək həmişə, la pis olsa da, o İslam dinində hələ gəlmir bax. Çünki biz elə yanaşsaq, əgər hələ yanaşsaq, deməli, Yeziddən qabaq da, Yeziddən də pis zalimlar olub, zülm eləyiblər, kafirlər olub, nə qədər, Peyğəmbərə zülm eləyiblər, sallallahu aleyhi ve sellemə. Lakin biz onları qeyd eləmirik, su içəndən sonra adlarını çəkmirik onların, əlhamdülillah yerinə. Lakin bu şəxsin üzərində dayanıb hər şey və bunun atasının üzərində. O bu ifratçılıqdan başqa bir şey deyil, ifratçılığın səbəbindən. Həm biz görürük ifratı Hüseynə münasibətdə, həmçinin ifratı görürük Yezdə münasibətdə. Ki, insan bu qədər adını zikr eləməyib məclislərdə və s. Ona görə bu mövzu mühümdir və məqsədimiz təbii ki, Yezdi tərifləmək deyil burada və ya Yezdi müdafiə eləmək deyil. Haqqı müdafiə eləməkdir. Fərqi yoxdur, istəyir Əli ibn Əbi Talibin qatili olsun, istəyir başqası olsun. Yəni sadəcə istəyirik qıssa. Bilək biraz bu şəxs barədə və o şəxsin xilafəti vaxtı nə hadisələr olub və ona münasibətimiz. Deməli, bugün biz beyət məsələsin istəyirik, danışaq onun ətrafında. Beyət, yəni hakim olmağa, xəlifə olmağa, hakim olmağa, sultan olmağa and içmə mərasimi. Və müəllif burada demək istəyir ki, Yezidə, Muaviyə nə vaxt o fikrə gəldi ki, Yezid ondan sonra olsun? Nə vaxt o fikrə gəldi? Və biz, məsələn, tarixi məsələləri oxuyanda cürbəcür rivayətlərə rast gəlirik. Cürbəcür. Hətta tarixi rivayətləri oxuyanda, məsələn, çox ziddiyyatlı rivayətlərə rast gəlirik. Məsələn, xüsusən də İbn Əbi Dünya, məsələn, hicrətlə 281-dədir dünyasını dəyişib. Hicrətlə. Məsələn, o göstərir ki, o bildirir ki, Muğeyr ibn Şöbə radiyallahu anhu
Gör ki, o bu fikri Muaviyə ötürür. O bu fikri Muaviyə ötürür ki, səndən sonra Yezid olsun. Və sonra hətta bu rivayətə Tabaridə qeyd eləyir və başqaları. Və lakin bir məsələni qeyd eləmək istəyirəm. Əgər bir kitabda qeyd varsa, xüsusən tarixi kitab və ya başqa, o demək deyil, o səhihdir. Dərhal ona ilə. Bəzilə məsələn deyir ki, sizdə belə şey var, filan kəs belə deyir, filan kitabda. Ola bilər, olsun o kitabda. Və lakin onu nə üçün gətirib? Xəbər kimi və ya məsələn gətirib rəylərdir, bu belə deyib, bu belə deyib, bu da belə deyib. Ola bilər, orada rəy olsun. O demək deyil, o müəllifin əqidəsidir. Yəni, belə şeylər var tarixi kitablarda xüsusən. Çünki çox nadir kitab, az kitab olar ki, şərt qoysun ki, ancaq səhih rivayətləri yazaram. Çox nadir, məsələn, hətta hədisçilərin arasında da, hədis alimlərinin. Məsələn, Buxari, Muslim nə üçün o birisi hədis alimlərindən, hədis cəm eləyən alimlərdən üstündürlər? Onlar şərt qoyublar, ancaq səhih yazmayı, xüsusən Buxari. Amma hamı elə olub, yox. Hamı elə olmayıb. Elə müəlliflər olub. Məsələn, Tabarini götürür, tarixi yazanda. Tabarinin tarixi. Orada özü deyil müqəddimədə, mənim məqsədim ancaq səhih qeyd eləmək deyil. Nə sadəcə rivayət eşidirəm, götürüb cəmləyirəm mən öz kitabımda. Ona görə orada hər şey var. Yəni, uydurmalar da var. Ona görə hansı rivayət, hansı kitabda varsa o demək deyil. Yəni, bir dənə Quran-ı Kərim nə var? Haqdır. Amma ondan savayı elə deyil. Ondan savayı elə deyil. Buxari, Muslim, belə hədis kitabları da ancaq səhihlər. Ancaq səhihlər. Lakin başqa kitablar da elə deyil. Düz də var, səhv də var. Belə deyirlər ki, göy ki, Muğayr ibn Şöbə radiyallahu anhu Yezdin xəlifə olması barədə Muaviyə məsləhət edir. Göy ki, ən birinci Muaviyədə fikir bundan başlar. Amma səhih budur ki, yəni səhv fikirdir. Muaviyə ağıllı insan idi, ağıllı hakim idi, güclü hakim idi, radiyallahu anhu. Güclü hakim idi. Və əksinə o özü kim istəyirdi çıxardırdı, kim istəyirdi təyin eləyirdi. Və nə vaxt başladı? O vaxt ki, artıq Muaviyə radiyallahu anhu yaşlaşır, artıq insan hiss edir ki, yəni ağıllı insan. Ağıllı insan hiss edir ki, təbii ki, ölüm hər dəqiqə ola bilər, amma yaşlaşanda artıq şək yoxdur onda. Heç nə əbədi deyil axı. Adam var ki, yaşlaşanda tövbə eləyir, ehtiyatlarını görür. Adam var, yir, içir, haramda məşğuldur, elə bilir ki, həmişə qalacaq bu dünyada. Və elə də bilir ki, heç nə olmayacaq buna. Səhvdir, böyük səhv. O əslində bədbəxt insandır. Və Muaviyə ağıllı adam idi. O gördü ki, artıq həyat qısalır, həyat az qalır. Və ona görə özündən başladı bu fikri deməyə, qərar verməyə. Yəni, heç də Muğayr ibn Şöbənin radiyallahu anhunun yəni, fikri deyil o. Baxmayaraq, bəziləri qeyd edir bunu. Muğayr ibn Şöbə özü sahabi idi. Məşhur sahabələrdən biridir. Hüdeybiyyə sülhündən qabaq İslamı qəbul eləmişdi. Bəsrəyə, Kufəyə hakim olmuşdu. Vali idi. Həm Əbu Bakrın, həm əsasən də Ömərin və Osmanın vaxtında vali idi. Həmçə Muaviyyəni radiyallahu anhum. Sahabi idi və hicrətin 50-ci ilində vəfat eləyib. Səhih. Budur ki, hicrətin 50-ci ilində vəfat eləyib. Necə İbn Abdülbar İstiabda qeyd eləyib və İbn Həcər Təqribdə. Deməli, məlum oldu ki, Muğayr heç kəs ona deməyib. Sadəcə Muaviyyə özü qərara gəlib. Və bu da onun ağıllı olmağından qeyd. Ağıllı insanlar elədir. Həyatı sona yaşlaşanda və s. o tədbirlərini görür və çəkilir. Çəkilir ibadətə, çəkilir zikrə, tövbə eləyir.
hazırlaşır axirətə. Və Muğayr ibn Şubə, bəli, Muğayr ibn Şubə radiyallahu anh, necə dedik, Bəsrəyə və Kufəyə hakim olub. Hətta Muaviyə onu Kufəyə qoymuşdu hakim. Kufə də elə belə yer deyildi. Çünki necə bilirsiniz, Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında paytaxt Mədinə idi İslam dövlətinin. Əbu Bakırın vaxtında da elə oldu. Ömərin vaxtında da, Osmanın vaxtında da radiyallahu anh. Əli radiyallahu anh gələndə xəlifəyə xilafəti köçürdü, paytaxtı Kufəyə. Kufəyə. Sonra Əli radiyallahu anh 5 il xəlifə oldu. Sonra onu Abdurrahman ibn Muljam Xavaric öldürəndə Həsən gəldi xilafətə, oğlu Həsən. Həsən sadəcə 6 ay oldu. Həsənə çətin oldu, idarə elə bilmədi. Həsən sadəcə ağıllı addım atdı. Ağıllı addım. Düzgün addım. Verdi xilafəti Muaviyə. Öz xoşu ilə və özü də dedi ki, özü də beyət elədi. Hüseyin də beyət elədi Muaviyə. Hüseyin də beyət elədi. Muaviyə, Həsən də. Və Muğayr ibn Şubəni Muaviyyənin vaxtında qoymuşdu Kufəyə. Və Kufədə də Əlinin şiyələri çox idi. Şiyə, yəni indiki deyil, yəni tərəfdar. Muaviyyənin şiyələri təbii ki, Şamda idi. Muaviyyənin şiyələri. Kufə isə Əlinin şiyələri çox idi. Lakin buna baxmayaraq, Muğayr ibn Şubə onlarla gözəl münasibətdə idi, gözəl münasibət qurmuşdu. Gözəl münasibət qurmuşdu. Deməli, Muaviyyə, bu fikir Muaviyyənin özündən gəlir ki, özündən sonra Yezdi qoysun. Və Muaviyyə artıq bu fikrə gələndən sonra başladı bəzi tədbirlər görməyə, hazırlıq tədbirləri. Başladı məşvərətlər eləməyə, yəni məsləhətlər. Böyük sahabələrlə, ətrafındakilərlə başladı, deməli, məsləhət eləməyə. Məsələn, Əhnəf ibn Qeyslə və İbn Zübeyrlə və başqalarına məsləhətlər. Yəni, başladı, məsələ necə başlayır? Məsləhətlərlə. Yəni, ərz edir ki, mənim fikrim belədir. Sonra ərz elədi müəyyən yerlərə, xüsusən Şam əhlinə. Şam əhli Muaviyyənin şiyələri idi orada. Tərəfdarları yəni. Yəni, Şam əhli qəbul elədi. Şam da indiki Şam deyil, yerin adı balaca. Şam qabaq ümumiyyətlə Şam diyarı deyirdi indiki 4 dənə ölkəyə. Suriya, Livan, Yordaniya, bir də o Fələstin zadı, o Yerusəlim hamısı o. Təbii ki, İsrail yox idi onda. Təzə qurublar. Amma qaldı ki, Şam bu bütün böyük bir dənə ərazini əhatə edirdi. Şam əhli razılaşır. Qəbul edir çünki Muaviyyənin, xüsusən Əməvilərin Şamda böyük hörməti var idi. Xüsusən Muaviyyə radiyallahu anh'un. Və ümumiyyətlə Muaviyyə radiyallahu anh'u ümumiyyətlə insanlarla yaxşı münasibətdə idi. Və Əhl-i Beytləndə xüsusən. Beytülmaldan əsasən də Həsənlə Hüseynə ən çox ətanı Muaviyyə eləyirdi. Həsənlə Hüseynə xüsusən. Və sonra həmçinin Muaviyyə addımlarından bu nümayəndələr ki, gəlib gedirdi Mədinədən və başqa şəhərlərdən İslam dövlətinin, o gələn insanlarla da məsləhət eləyirdi. Yəni, məhdud adamlarla etmirdi ki, ətrafında və ya öz vali olduğu, yaxın olduğu şəhərdə, yox. Qıraqdan gələn nümayəndələrlə də məsləhət eləyirdi. Yəni, bu məsələlər belə başlayır. Və bəzi tarixi kitablarda, məsələn, Abdurrahman ibn Xalid ibn Validi qeyd edirlər ki, yəni Abdurrahman ibn Xalid o olacaqdı. Çünki cəmaat onu istəyirdi, hətta Şam əhli, Muaviyyənin şiyələri də və o dünyasını dəyişir. O dünyasını dəyişir. Təbii ki, bəzi müxaliflər, biz deyirik, Abbasilərin vaxtı yazılıb İslam tarixi əsasən. İndi təsəllüm Əməvilərdən nələr yazırlar. Dərhal, təbii ki, Muaviyyənin vaxtında kim ölüb? Müxaliflər deyiblər, qutardı, Muaviyyə öldürüb onu. Muaviyyə öldürüb və
təbii ki, Abdurrahman ibn Xalid ibn Validi də dərhal deyiblər ki, bəs deməli Muaviyə öldürüb. Lakin səhih deyil bu fikir. Ne üçün? Çünki Abdurrahman ibn Xalid hələn bu söhbət çıxmamışdan qabaq dünyasını dəyişmişdi. Bu söhbət çıxmamışdan qabaq, yəni hətta Muaviyyənin bu fikrə gəlməmişdən qabaq artıq dünyasını dəyişmişdi. Və bəzi tarix rivayətlər deyir ki, göy ki, bəs onu zəhərləyib Muaviyyə və s. Və bu zəhərləmək təzə hadisə deyil. Yəni, yenə deyirəm, Muaviyyənin vaxtı kim ölüb, müxaliflər, müxalif rivayətçilər, tarixçilər, hamısı deyib ki, Muaviyyə ilə bağlayıblar. Hətta Həsəni. Həsən radiyallahu anh. İnşallah gələcək. Həsən radiyallahu anhdan danışanda Həsən barədə də deyirlər ki, Həsən radiyallahu anhı Muaviyyə öldürtdürüb. Orada iki dənə əsas rivayət var, qeyd olunur tarixdə. Bir rivayət arvadı Həsənin zəhərləyib, öldürüb. Səbəb nə? İki səbəb əsas qeyd edirlər. Qısqancılıqdan. Çünki çox qəribə də olsa, Həsən radiyallahu anhu çox evlənib. Ona görə qadını dözmür, zəhərləyir onu. Və bir rivayətdə güya ki, aydındır Muaviyyə ilə bağlıcılar, Muaviyyə onun qadınına deyib ki, onu öldür. Güya ki, öldürə bilmir Muaviyyə özü. Onu öldür, mən səni alacam. Öldürəndən sonra deyir, qutardı, mən səni almıram. Təbii ki, bu bağçada olan rivayətlərdəndir, yəni uşaq rivayətləridir, uşaq başı allatmaq üçün. Muaviyyə böyük hökmdar idi. Böyük hökmdar idi, özü də ehtiyacı yox idi kimdənsə qorxsun o. Böyük döyüşləri qələbə çalmışdı. Qaldı ki, şəxslərdə hansıdır, kimdənsə qorxsun. Və təbii ki, bunlar hamısı gələcək inşallah məsələyə. Və bu bəzi səbəblər idi. Təbii ki, orada başqa səbəblər də var. Başqa səbəblər də var. Orası inşallah kitabın gələn səhifələrində, mövzularında toxunulacaq o məsələyə. Eləlik bu qədər bugün. Allah subhanət hələ bizə faydalardan etsin. Və sələmu aleykum və rəhmətullahi və bərəkatuhu.